Bu gün səhv etmək haqqı barədə danışmaq istəyirəm. Amma onu bir qədər qeyri-standart nöqteyi-nəzərdən, sırf biznesə təsiri baxımından danışmaq istəyirəm. İş ondadır ki, işgüzar mühitimizdə səhv etmək haqqı demək olar ki, heç kimə verilmir. Və bu problem tək işgüzar mühitə aid deyil, bu həmçinin də cəmiyyətimizin mənim fikrimcə bir problemidir. Çünki biz demək olar ki, heç kimə bu səhv etmək haqqını vermirik. Ona görə də insanlar səhv etməkdən qorxurlar və buna görə də çox mühafizəkar olurlar, çərçivədə olurlar və hətta səhv edəndə, çünki mühafizəkar olmaqla belə insanlar yenə də arada səhvlərə buraxırlar, o səhvləri etiraf etməyə çəkinirlər. Onlar hər cür şəkildə özlərinə bəraət qazandırmağa çalışırlar ki, onların səhvi yoxdur. Sırf işgüzar müstəviyə bu problemi gətirəndə, bunun nəticələrindən biri odur ki, biz yenilikçilik və innovativlik tətbiq edə bilmirik. Çünki yenilikçilik və innovativlik müəyyən bir risk, müəyyən bir qeyri-standart qərarlar, həmin o çərçivədən çıxma və mütləq səhvlərlə müşahidə olunur. Səhvlər dedikdə, yəni ki, səhv həllər, səhv ideyalar, səhv addımlar və bu normaldır. Çünki bir yenilik ərsəyə gətirmək üçün sən mütləq səhvlər eləməlisən. Ona görə biz həqiqətən də Azərbaycan mənşəli innovativ bir məhsul, innovativ bir şirkətlər yaratmaq istəyiriksə, bizim şirkətlər mütləq şəkildə öz əməkdaşlarını səhv etmək haqqını tanımalıdırlar və əməkdaşlar bunu başa düşəndən sonra bunu rahat şəkildə etiraf etməyi bacarmağa başlayanda bu bunun göstəricisi olacaq ki, bir ənənələr dəyişib və artıq korporativ mədəniyyət fərqlidir.